Mən Babəkin tərəfində olardım və ərəbə qarşı vuruşardım. Ərəb müsəlman olsaydı belə. Çünki Babək mənim evimi, mənim yurdumu mühafizə eləyir. Adamın biraz milli qürur olmalıdır, milli qürur. İnsanın milli qüruru olmalıdır. Şah İsmayılı, Nadir Şahı, Uzun Həsəni, Babəki tənqid eləyə bilərsən, tənqid elə. Müəyyən qədər tənqid eləyə bilərsən, bu taktikası ilə razı olmaya bilərsən, o taktikası ilə razı olarsan. Amma təhqir eləmək, Şah İsmayılı təhqir eləmək, Azərbaycan xalqını təhqir eləməkdir. Azərbaycanın qədim dövlətçilik ənənəsini təhqir eləməkdir. Şah İsmayılı təhqir eləmək, İrəvandan vaz keçməkdir. Bu günləri İrəvan qalasın Şah İsmayıl tikdirib. Bu sütunlardan da biri Şah İsmayıldır. Biz bütün dünyaya Şah İsmayılın tikdirdiyi, İrəvanda tikdirdiyi məscidləri nümunə olaraq göstərdik ki, bizim şahlarımız olub Şah İsmayıl, Şah Abbas, bunlar bizim xalqımızın adından İrəvanda məscid tikdiriblər. Bu məscidləri ermənilər dağıdıblar.